Bəli, hakimiyyət dəridən qabıqdan çıxır ki, bu qələbəni sadəcə İlham Əliyevin monopoliyasına salsın ki, sadəcə ona məxsusdur. Çox təəssüf ki, bəzən görürəm ki, insanlar deyir ki, misal üçün də filankəs siyasətçidir, filankəs siyasətçi deyil. Çox təəssüf ki, bu gün siyasi arenada siyasətçi adı ilə fəaliyyət göstərənlər də politoloq kimi fəaliyyət göstərir, siyasi şərhçi kimi fəaliyyət göstərir. Niyə? Çünki siyasət özü hakimiyyətə gəlmək üçün bir fəaliyyətdir. Siyasətçi də hakimiyyətə gəlmək üçün fəaliyyət göstərməlidir. Ancaq oturaq filankəsə məktub yazdı, gəlin onu şərh edək. Filan ölkədə seçkilər oldu və yaxud da bu Tanzaniyada gənclər xalq ortaya çıxıb gəlin buna şərh verək, bu belə olmaz. Mən çox təəssüf eləyirəm ki, ortada olan siyasətçi adına bəzən politoloqluq eləyənlər özləri də bilirlər ki, hakimiyyət hamımızdan yaxşı bilir ki, Azərbaycan xalqını elmdən ayırıblar, maarifçilikdən ayırıblar. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bir ictimai yükü olan hadisə baş verən kimi fərqi yoxdur, Cabir İmanov dünyasını dəyişsin, fərqi yoxdur, İsrail İrana hücum elədi, fərqi yoxdur, Rusiyada seçkilər keçirilir. Hər hansı bir ictimai çəkisi olan bir hadisə baş verən kimi sanki görünməyən bir əl balta ilə Azərbaycan cəmiyyətini iki yerə bölür və bu iki tərəf bir-biri ilə əxlaq müstəvisində olmayan müzakirələr aparırlar. Aqressiv, bir-birini düşmən kimi görürlər. Bu hakimiyyət bunu hamıdan gözəl bilir və bilir ki, Azərbaycanda təhsil və maarifçilik məhv edildiyinə görə insanlar sağlam argumentasiyadan məhrumdur, başa düşmürlər sağlam argumentasiya nədir. Ona görə ürəkləri nə istəyirsə argument kimi bu insanlara yeri təqdim edirlər və siyasətlərini verir. Hər halda biz saatı və günü qeyd etməliyik. Yəni 2 noyabr 2 həftə arxada qalır. Yeni həbslər keçirildi. Ramiz Mehdiyevlə əlaqəli onlardan biri haqqında biz danışacağıq. Füqar Tofiqoğlu ki, o dəqiq Ramiz Mehdiyevə görə həbs olunub, çünki onun həbs müddəti də məhz ona uyğunlaşdırılıb. Amma rəsmi mediaya bir kəlmə belə deməyəcəksən də. Yəni bir var üfürə nə isə demək. Bir də var ki, ümumiyyətlə hava satmaq və yekə bir məqalənin içərisində bir dəfə Ramiz Mehdiyevin adını çəkmək və qloballaşmaqla baş fırlatmaq. Yeri gəlmişkən siz bu mühitdən danışırdınız. Deməli Qarabağa səfərdə yenə açar paylayırdı özü şəxsən, çünki Azərbaycan əskərinin, Azərbaycan ordunun bu torpaqların azad edilməsində heç bir rolu olmayıb. Onu İlham Əliyev azad edib, o özü şəxsən açarları verməlidir və bu şoular televiziyadan göstərilməlidir. Və mən izləyirdim, deməli növbəti dəfə həmin bu yaltaqlıq şousu ki, əbədi prezidentimiz olun. İlahi, bunlar bunu hardan çıxarıb, hansı təlim kitabçasına mı yazıblar ki, bax İlham Əliyevi gördündür ki, xahiş edirəm. Bəli, Sevinç xanım, kitabda yazılıb. Yazıblar mı, eləmi? Bəli, kitabda yazılıb. Metodika diktatora keçən dəfə efirdə bu barədə də danışdıq. Bəli, kitabda bir diktatorun mərhələli şəkildə öz diktaturasını necə qurmaq, necə davam etdirmək, necə gücləndirmək, oğula necə təhvil vermək, ümumiyyətlə dünyada elə səviyyəyə çatmaq ki, heç kim sənə söz deyə bilməsin, bütün mərhələlər izah olunub. Keçən dəfə ona görə mən xüsusilə vurğulayıram ki, Niccolo Machiavelli'nin Hökmdar əsərindən üzü bu yana diktaturalar haqqında, hökmdarların hakimiyyətə əlini saxlaması haqqında yazılan kitabları bunlar oxuyurlar və tətbiq edirlər. Bu demək deyil ki, İlham Əliyev şəxsən özü oxuyur. Xeyr. Onun nə oxumağa, nə ona təhlil eləməyə, nə tətbiq eləyəcək qədər də qabiliyyəti yoxdur. Onun üçün komandası var. Oxuyurlar, görürlər ki, hakimiyyətin taxtı üçün təhlükə yaranır. Nə etmək lazımdır? Niccolo Machiavelli deyir ki, müharibə başlamaq lazımdır. Metodika diktator dedi ki, daxildə düşmən uydurmalısan və həmin güya düşmən, güya çevriliş var, güya dövlət çevrilişi, güya hakimiyyəti qəsb eləmək. Niyə görə? Çünki bu hadisə həm hakimiyyətdə olan sənin əleyhdarlarını taxtın ətrafında birləşdirəcək, həm də xalq qorxacaq. Niyə? Çünki xalq axı orta əsrlərdən və çox təəssüf ki, bugün şərq dünyasında bu davam edir. Şərq insanının kafasında dövlət bərabərdir şah, sultan, xəlifə, kral, çar, imperator. Bax, bu dayanır, bu bərabərlik dayanır. Bəli, baxmayaraq ki, bunu ilk dəfə Fransada 14-cü Louis deyib ki, dövlət mənəm. Amma bunlar bizlərdə də tətbiq olunub.
Bəli, çox tez-tez ədəbiyyatda da görürük, şahlar deyiblər ki, ədalət mənim iki dodağımın arasından çıxan sözdür və sair və ilaxır. Və düşünürəm Super, ki, super. belə Bəli. olduğu halda mütləq bunlara lazımdır bu ki, həm hakimiyyət, həm də xalqı qorxuzmaq üçün Əbədi dövlətçilik prezidentimiz. təhlükəsi, bəli, və növbəti mərhələdə hakimiyyəti oğluna təhvil vermək üçün bütün danışılan səslər yumulmalıdır və bunun qanuni əsası təşkil edilməlidir. Söhbət konstitusiyadan gedir. Yəni konstitusiyada mütləq o öz əksini tapmalıdır. Bunun üstündə işləməlidirlər və bu hadisə baş verəndə Azərbaycanda xaricdəkiləri bildik də. İndi Sevinç xanıma bir ad yapışdırıblar, mənə bir ad. Amma Azərbaycanda bu barədə və bu haqqda danışan bir səs belə olmamalıdır. Baxın, müstəqil fikir bildirəcək adamlar Azər Qasımlıdır, Rüfət Səfərovdur, Bəxtiyar Hacıyevdir. İndi kimin adını çəkmədimsə üzr istəyirəm dönə-dönə. Bunların həbsindən sonra media başladı susum. Niyə media susturuldu? İzah edeyim, hörmətli izləyicilər. Çünki hətta ortada əgər bir siyasətçi olmasa da belə ki, biz bunun nümunələrini görmüşük. Nantda polis bir əcnəbini vurdu, öldürdü, cavan uşağı gecə ilə əhali qalxdı, şəhəri yandırdılar, avtobus parkına qədər. Bələdiyyə, mən heç kütləvi ixtişaşlara səsləmirəm. Sadəcə bunlar bilirlər ki, ortada heç bir siyasətçi olmadan da belə qığılcım kimi hər an hər bir şey ola bilər. Neynəmək lazımdır? Bu jurnalistləri ona görə həbs edirlər ki, küçəyə çıxıb sorğu keçirdə bilməsinlər. Hətta siyasətçi yox artıq, sənin vətəndaş kimi olmağın bu hakimiyyəti qorxuya salır. Çünki əsas məsələ sənsən xalq olaraq. Biz də yorulduk deməkdən, Sevinç xanım da, siyasətçilər də, partiya sədrləri də. Bu siyasi proseslərdə əsas oyunçu, əsas aktör sənsən Azərbaycan xalqı. Baba Çen neynədir? Öz dövlətini qurdu, oğluna təhvil verdi. Orada göstərilən bütün mərhələləri müvəffəqiyyətlə yerinə yetirdi. İndi söhbət dırnaqarası müvəffəqiyyətdən gedir. Bütün siyasi rəqiblər susturuldu. Yəni bu zaman birəbir siyasi faşizm tətbiq edilir. Fərqli fikir daşıyırsansa mütləq məhv edilməlisən. Həbsxanada çürüməlisən. Səni həbsxanada, məhbəsdə xəstə eləməliyik, ölməlisən və yaxud da yarımcan şəkildə xəstəxanadan çıxmalısan. Sonra öz oğluna təhvil verdi və öz oğlu hal-hazırki Şimali Koreyadakı o Kim Chen In'a təhvil vermək üçün getdikcə daha da gücləndirdi və kino üslubu ilə artıq təbliğat keçdi kino və mədəniyyət, incəsənət üslubuna və Kim Chen In da artıq bu idarə etməni əbədiləşdirmək üçün həmin təlimatda lazım olan son nöqtəni qoydu, nüvə silahı. İstənilən diktatorun əli nüvəsi, bəli, misal çəkə bilərsiniz mənim, çünki SSR-də var idi, dağıldı, orada söhbət tamamilə başqa idi. Amma Şimali Koreya misalında görürük, ona görə düşünürəm ki, növbəti mərhələdə hakimiyyəti öz oğluna qarantiyalı vəziyyətdə vermək üçün və öz ailəsinin qanun müstəvisində toxunulmaz etmək üçün konstitusiya dəyişikliyinə getmək istəyəcəklər və bu zamanda tam olaraq sükunəti və səssizliyi qorumaq istəyirlər. Tam səssizlik mühitində keçməli. Niyə görə? Çünki müxalifət kimi təqdim olunan partiyalar dialoq masasındadır. Ola bilər onlar da aldadıblar ki, şahənşah kral olandan sonra siz bacarırsınızsa gedərsiniz seçkilərə, kim bacarır? Baş nazir seçilər demokratik qaydada, kim bacarar? Spiker seçilər. Amma bunların hamısı xam xəyaldır. Çünki Azərbaycan, Belçika, Hollandiya deyil ki, diktatura krallıqdan ya Fransa deyil ki, gəlsin demokratiya çıxsın. Xeyr, bu o deyil. Və düşünürəm ki, bütün dünyaya da mesaj vermək üçün bu və digər fənlərdən istifadə edirlər və bəzən çox təəssüf ki, İranla və Rusiya ilə də danışılmış şəkildə bəzən əməliyyatlar, bir-birlərinə kəskin yazışmalar, söz dəyişmələri və s. və əsas məqsəd qərbə göstərməkdir ki, güya ki, biz bunlarla yaxınlıqda bilirsiniz əzizləyicilər, bu dövləti yaradanda tarixən istənilən, yəni xalqlar fərqi yoxdur, əvvəllər niyə yaradıblar? Öz daxillərində qayda-qanunu yaratmaq üçün, ədaləti təmin eləmək üçün, başqa yerdən, xaricdən gələn təhlükələrin qarşısını almaq üçün. Dövlət bizimdir, biz qurmuşuq bunu. Dövlət kosmosdan gələn asteroid parçası deyil. Ay mənim xalqım, dövlət hamımızın əl-ələ verib, razılaşdırılmış şəkildə yaratdığımız ictimai siyasi bir institutdur ki, bizi idarə eləsin. Mən başa düşmədim, mən dövlət qurub kimisə əlinə qamçı vermişəm ki, gəl məni döy, mənə işgəncə ver. Bu belə deyil. Amma bunlar sənin xalq olaraq
sənin maraqlarına zidd olaraq, sənin hüquqlarına, sənin mənafelərinə zidd olaraq hakimiyyəti ələ keçirib, Azərbaycan xalqına qarşı ən ağır cinayəti formalaşdırıb. İndi bizə təəccüblü gəlir ki, görəsən Vidadi İskəndərlini niyə qətlə yetirirlər? Görəsən niyə Avropaya, Amerikaya canilər göndərirlər ki, get insanları vur öldür. Başa düşmədim. Məyər ölkənin içində sizi döyə-döyə öldürmürlər? Buyurun Sevinç xanım. Çox təəssüflü, amma burada bir şey deyim Sevinç xanım. Belə hallarda çox zaman, yəni avtokratiya və yaxud da diktatura ilə bir-birinə oxşayan dövlətlər, hakimiyyətlər bir-birinə, daha doğrusu hakimiyyətlər bir-birinə dəstək verir və düşünürəm ki, illərlədir İlham Əliyevin istər Rusiyanı şantaj eləməyi, istər İranı şantaj eləməyi ki, baxın, nə qədər ki mən buradayam, bax, bura NATO gəlməyəcək və yaxud da demokratiya olmayacaq, məni dəstəkləməlisiniz, məni dəstəkləməsəniz, bax, müxalifətdən filan kəs gələ bilər, Qərb hazırlayır, Amerika hazırlayır, onların projeləri var, onlar hakimiyyətə gələcək və sizin qulağınızın dibinə NATO hissələri yerləşdirəcək, ölkə demokratiya götürəcək, bilmirəm, liberalizm gələcək, LGBT gələcək və s. və axır. Bax, bu faktorlarla düşünürəm ki, Azərbaycan hakimiyyəti dırnaqarası müvəffəqiyyətlə illərlədir ki, Rusiyanı və İranı şantaj edə bilir. Çox təəssüf ki, bəzən Qərb dünyasında şantaj edə bilir ki, siz mənə dəstək verməlisiniz, mənə dəstək verməsəz, bax görün, bilmirəm, əmmaməllər, mollalar gəlib hakimiyyətə İran kimi və yaxud da IŞİD kimi ölkə quracaq və yaxud da Rusiyanın agenturası çoxdur və bugün mən düşünürəm, əslində beynəlxalq arenaya Ramiz Mehdiyev şousu ilə və yaxud da sizin təbirinizlə desək, Ramiznamə ilə, Arif Yunus'un təbirincə, Ramiznamə. Olsun, salamlayıram Arifi. Hop-hop, bizim müasir zamanənin hop-hop naməsi də, hoppanıblar və Ramiznamə də dünyaya gətiriblər. Eynən, mən düşünürəm, bu Ramiznamə ilə də dünyaya mesaj verirlər ki, Azərbaycan daxilində Rusiyaya yönümlü qüvvələr çoxdur, dəstəkləri də var. Siz İlham Əliyevi dəstəkləməlisiniz, əks halda Rusiyaya yönümlü qüvvələr hakimiyyətə gələr. Çox iyrənc, çox mundar, nəcasətli bir oyun gedir Azərbaycan üzərindən. Çox təəssüf ki, ortada çatışmayan yeganə faktor xalq faktorudur, hələlik. Buyurun. Yəni bilirsiniz, bu xalq qəzetləri, Azərbaycan qəzeti hələ bir kəlmə yazmağa cürət eləməsə də, heç kəsin şübhəsi olmasın ki, o hop-hopnamələr bu saat Qərb paytaxtlarına göndərilməkdədir ya. Bax, əsas söhbət odur. Bu fon ondan ötürüdür ki, bax biz də danışaq, cəmaət danışsın, müsavatlar ortaya düşsün, apalar gündə bir ev yıxan yazılar çapasın. Bunlar fon ondan ötürüdür ki, hakimiyyət öz kanalları ilə Qərbə desin ki, siz məni bəyənmirsiniz, görürsünüz, mən Rusun adamı ilə mübarizə aparıram. Bütün Azərbaycan bu haqda danışır. Ortada isə heç nə yox. Yeri gəlmişkən bu həftə apellyasiya verməsi haqqında da bir məlumat gəldi. Yəni, ümumən gördüyünüz kimi bir şey yoxdur. Mən sizin dediyinizə bir replikada verəcəm. Əslində bu Əhmədinejad işi, xanım Əhmədinejadın işi Azərbaycanda bir yox, bir neçədir. Yəni, Allah rəhmət eləsin, Vidadi İskəndərli, Məhəmməd Mirzəlinin başına gələnlər, yəni 10 nəfər günü bugün Fransada həbsxanadadır. İndi onların da məhkəməsi bitsin və mən əminəm ki, biz Fransa Ədliyyə Nazirliyində bugün necə Amerika Ədliyyə Nazirliyi presliz yayırsa, onların da preslizini görəcək və orada da görəcək ki, kimin sifarişi ilə gəlib. Yəni, bu məsələlərdə ən çətini sifariş kimdəndir, ən yüksək vəzifəli məmur kimdir bunun arxasında dayanan. Bax, bugün Əhmədinejadla yayılan yazıların biz bu sifarişin məhz Tehrandan, məhz İran İslam İnqilab Keşikçiləri Qvardiyasından gəldiyinin yazıldığını görməkdəyik. Belə bir şəbəkənin gördüyünü biz görürük ki, sən demə bu adamlar qaçırtmaq istəyirlər, öldürmək üçün Rusiya mafiyasına müraciət edir, Rusiya mafiyasının Azərbaycanda adamları var. Yəni, belə bir-birinin içərisində olan şəbəkələr formalaşır. Mən istisna etmirəm ki, eyni şəbəkədən bəlkə də Məhəmməd Mirzəliyə qarşı istifadə olunub. Belə bizə deyirlər ki, biz yola getmirik, biz ayrılmışıq, gərginlik. Digər tərəfdən isə kriminala gələndə isə bunlar yenə də bir yerdədirlər, bir komandadılar. Bax, məsələ burasındadır. Mən başqa bir jurnalistə... Sözünüzə qüvvət, Osman, Sevinç xanım, üzr istəyirəm, sözünüzə qüvvət. Bax, bu Putin səhv eləmirəmsə düşənbə sammitindən sonra idi də, o rəfələrdə bir müsahibə verdi
nə dövlət başçısına, nə prezidentə, nə siyasətçiyə yaraşmayan bir ifadə işlətdi. Söhbət Putinin işlətdiyi ifadədən gedir. Elə açıq-açığına dedi ki, Əliyev çox çətin adamdır. Onu təsir eləmək mümkün deyil, onu yola götürmək mümkün deyil. Nə qədər deyəcəm, yəni çətin adamdır da, ipə sapa yatmır. Sevinç xanım, bu diplomatik ritorika deyil. Bu bir prezidentin deyəcəyi söz deyil. Bu həm Azərbaycan daxili auditoriyasına, həm də dünya auditoriyaya, beynəlxalq auditoriyaya bir mesaj idi ki, baxın ha, baxın İlham Əliyev mənim orbitimdə, yəni Putin olaraq da mənim orbitimin ətrafında fırlanmır. Əksinə, mən gilə eləyirəm, vaydad eləyirəm, gilə-güzar eləyirəm ki, mən bu adama təsir eləyə bilmirəm və düşünürəm ki, həm daxili auditoriya, həm beynəlxalq auditoriya üçün çox smart addım idi. Düşünürəm, çox hiyləgər bəlkə də addım idi. Amma düşünürəm ki, bu Məsih Əhmədinəcada olan sui-qəsdin detalları əgər yaxşı-yaxşı bu təbliğ olunsa, lazımi bütün beynəlxalq təşkilatlara çatdırılsa, onda bəlkə aydın olar beynəlxalq auditoriyaya ki, bunlar razılaşmış şəkildə bir-birlərinə pas ötürə-ötürə oyun oynayırlar. Dünyanı ələ salıblar. Buyurun. Bəli. Əslində siz çox vacib bir məqama toxundunuz. Mən Putinin o sözlərini eşitdim. O mənə də qəribə gəldi. Çünki bu Putinin leksikonu deyil. O İstəyirsiniz xatırladım sizə Sevinç xanım. Xatırlayırsınız 2020-ci il 44 günlük savaşlardan sonra Azərbaycanla İran arasında bir söz dəyişməsi başladı. Məndən şirin quyruğu, getdi pişiyi sığalladı, o getdi dronu sığalladı, bir durdu deputat. Yəni elə qeyri əndirabadi sözlər danışıldı. Tutaq ki, İlham Əliyevin siyasi savadı yoxdur, diplomatik ritorikası yoxdur. Amma bu belə deyil. Niyə? Çünki 44 günlük savaşda adam danışanda müsahibələrində görürsən ki, adam ağzının danışığını bilir. Deməli, bu düşünülmüş şəkildə istifadə olunan ritorika idi. İran tərəfində minillik dövlət təcrübəsi var. Niyə görə eləyirdilər bunu? Niyə görə bunu eləyirlər? Bütün dünyaya göstərmək üçün və həmçinin də daxili auditoriya, Qarabağ alınandan sonraki insanlar sual verdi ki, bəs mənim mədəm açanda olacaq? Torpaqlar qayıtdı, əla. Mənim mədəm yeni bir düşmən qorxusu yaradıb, insanları daha da qorxu ətrafında hakimin, hökmdarın, mütləqin taxtının ətrafında birləşdirmək üçün. Buyurun. Mən burada bir məqam da əlavə eləyərdim. Bu leksikon Prezident Trumpın leksikonudur. Filankəs çətin adamdır, onunla danışmaq çətindir, amma mən ondan direkt bəli, bu Prezident Trumpın leksikonudur. Mənə elə gəlir ki, Putin ümumiyyətlə heç vaxt belə şey deyən deyil ki, filankəs pis çətin adamdır, Putin üçün çətin adam yoxdur. Və mənə də elə gəlir ki, bu oyunun məhz Vaşinqtona hesablandığının üstünü açmış olur. Təşəkkür edirəm bu replikaya görə.